Kimi binanın qarşısını dəmirlə, kimisi kərpiclə, kimi də məftillə hasarlayıb. Görüntülər Yasamal rayonu Abbas Mirzə Şərəfzadə və Mirəli Seyidov küçələrindəndir. Bu cür ərazilərin qanunsuz hasarlanmasına İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin və digər qurumların əməkdaşları tərəfindən son qoyuldu. Yasamal rayonu Şərəfzadə 46 ünvanında sakin tərəfindən binanın ön hissəsi bu cür hasarlanıb. Eyni zamanda bu cür şüşələr də qoyulub. İddia olunur ki, bura gələcəkdə təyinatı obyekt kimi istifadə oluna bilərdi. Hal-hazırda aidiyyatı qurumların əməkdaşları tərəfindən tamamilə məhz bu ərazi sökülərək ümumi istifadəyə veriləcək. Mirəli Seyidov 15 ünvanında binanın qarşısı hasarlanaraq bu cür darvazalar qoyulub. Qeyd edək ki, söküntü prosesində hasarlarla yanaşı darvazalar da ərazidən götürüləcək. Qeyd edək ki, qanunsuz olaraq məftillərlə zəbt edilən ərazilərə dəmir və digər əşyalar toplanılmışdı ki, bu da ətrafda xoşa gəlməz mənzərə yaradırdı. Həmin ərazilərdə qurumun əməkdaşları tərəfindən təmizləndi. Şikayətlər daxil olmuşdur. Əraziyə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, həmin ünvanlarda sakinlər tərəfindən ərazilər müxtəlif üsullarla zəbt olunur. Tərəfimizdən söküntü işləri aparılır. Sakinlərin rahat gediş-gəlişi üçün şərait yaradılır. Hər bir sakinlə nümayəndələr tərəfindən görüşlər keçirilib. Onlara xəbərdarlıqlar olunur. Qeyd edək ki, bu cür hasarlanan ərazilərin söküntüsü rayonun digər yerlərində də həyata keçiriləcək.